Süleymanın məsəlləri 27-ci fəsil. Sabahki gününlə öyünmə, günün nə doğacağını bilməzsən. Qoy səni özün yox, başqaları tərifləsin. Sənə tərifi öz dilin yox, yad söyləsin. Daşın, qumun çəkisi ağırdır. Səfehin əsib coşması bunların ikisindən də ağırdır. Hiddət amansızdır, qəzəbsə aşıb daşar. Paxıllıq daha betərdir, ona necə dözmək olar? Aşkar irad gizli məhəbbətdən üstündür. Dostun vurduğu yara onun sədaqətinə görədir. Amma düşmən öpdükcə öpər. Toxun könlü şanı balını belə rədd eləyər. Lakin ac olana acı şeylər belə şirin gələr. Yurdundan ayrı düşən insan bir quş kimi yuvasından ayrı düşür. Gözəl ətir və buxurun ürəyə verdiyi ləzzət kimi, dostun nəsihəti də insana xoş gələr. Həm öz dostunu, həm də atanın dostunu tərk eləmə. Dara düşəndə qardaşının evinə getmə. Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin. Onda məni utandırana cavab verə bilərəm. Uzaq görən qabaqcadan şəri görüb ondan qaçar. Cahil isə irəli çıxar, ziyan tapar. Özgəyə zamin duranın libasını al, onu qərib qadın üçün girov saxla. Kim ki qonşusunu sübh erkən ucadan salamlar, o zaman salamı söyüş saylar. Davakar qadın yağışda daman damcıya oxşayar. Onu yer kimi dayandırmaq olmaz. Zeytun yağı kimi ovucda saxlamaq olmaz. Dəmir dəmiri itilər. İnsan insanın ağlını iti eləyər. Əncir becərən barını yiyər, ağasının qayğısına qalan şərəfləndirilər. Sifətin əksi suyun üzünə düşdüyü kimi, insanın ürəyi də onu elə göstərər. Ölüm və həlak yeri doymadığı kimi, insanın da gözü doymaz. İsti kürədə qızıl gümüş yoxlanar, insan da başqalarının tərifi ilə tanınar. Buğdanı həvəng dəstədə döysən, kəpəyi çıxar, amma səfehi nə qədər döysən, səfehliyi çıxmaz. Sürünə yaxşı bax, naxırına nəzər yetir. Nə var dövlət əbədidir, nə də tac nəsildən nəslə keçir. Saman yığılandan sonra təzə ot bitəndə, dağlarda ot biçiləndə, quzuların səni geyindirər, təkələrini satıb tarla ala bilərsən. Keçilər sənə yemək üçün o qədər süd verər ki, bu evin azuqəsinə, kənizlərinin dolanışığına çatar.